var benimki, hədis var. Ay qardaş, mənim bir məsələ var. Qulaq as, sənin Əli əleyhissalamın imaməti barəsində 5 dənə ayə dəlilin ola bilməz. Onun hansısa birini qulaq as. Onun 5'ini də istəsən təqdim eləyərsən, istəsən də birinlə kifayətlənərsən. O deməkdir ki, növbətiləri deyəndə o birisi dəlillikdən düşür, dəlil saymırsan. Anlamadığım bilirsən nədir qardaş? Məndən biri imamət barəsində dəlil soruşanda, mən bir hədisi deyib, sonra məndən imamət barəsində dəlil soruşanda, təzədən imamət barəsində dəlil axtarmaram. Deyirəm, bu dəlilin var da əlimdə. Nə dəxli? Yox, bu söhbətdir. 5 dənə, yox, qulaq as, bir hadisənin 5 dənə dəlili, şahidi varsa, o demək ki, biri... Sən demədin, əlavə dəlillərin var. Sən konkret buna cavab verdin ki, suala... Bir dənə mənə qulaq as. Mən o bəhsi sabaha demişəm. Bu günə deməmişəm. Bu gün təqdim elədiyim dəlilin cavabını ver də mənə. Əzizim, bax, qulaq as. Sən zəhmət olsun. Mən sənə sualım bu oldu konkret. Sən... Qardaş, aydın deyəm, söhbət aydındır. Hər dəfə təkrar gəlmək mənasızdır, cəmaatı yormaqdır. Siz hər dəfə belə söhbəti şaxələndirib ora-bura aparırsınız, bəhsin nəticəsi çıxarmaq üçün. Bu etik deyil, olmaz belə şey. İcazə verirsən? Mən sənə sual verdim ki, 12 imamın, 12 Mehdi kimi rəzət eləyəcəyinə bağlı, rəzət eləməyi ilə bağlı əlində dəlil var. Sən dedin, mənim əlimdə hədis var ziyarətnamədən sonra. Qulaq as, bir dəqiqə. Yox, tamamlamağa qoymur. Ziyarətnaməni nəyə dəlil kimi gətirdim mən? 12 imamın... Sən hər dəfə ziyarətnamədən sonra deyib, keçib o birisində ilişməyin publikaya işləməkdir. Bu cəmaatın fikrini yayındırmaqdır. Mən ziyarətnaməni nəyə dəlil olaraq gətirdim? 12 Mehdi olması ilə bağlı. İndi deyirəm ki, gəl bu dəlilimdən danışaq da, onu mən sabaha saxlamamışam. Sabah ondan danışarıq. Sən niyə bu dəlili görməməzlikdən gəlsən? Görməməzlikdən gəlmirəm. Gəlirsən də, fakt gəlirsən. Deməmişəm, o birisi var. Onu sabah gətirə bilməyəcəm. Deyəcəm, qardaş. Demirsən ki, ona dəlilim var. Bildim də, sabah gəlib deyəcəm ki, qardaş. Qardaş, sən onda 12 imamın 12 Mehdi kimi gəlməyi ilə bağlı dəlil iddia eləmə burada. Necə iddia eləmə? Ziyarətnamə ilə iddia eləyirəm mən. Sən başa düşmürsən, qardaş, nə demək? Sən başa düşmürsən. Olması ilə bağlı dəlil qoyursan. O ziyarətnamə 12 imamın 12 Mehdi olması ilə bağlıdır. 12 imamdan sonra gələcək 12 Mehdi barəsində deyil. Xeyr. Sən düz başa düşməmisən. Qoy izah eləyim. Mənim əlimdə 5 dənə dəlil var. Mən bir güllə ilə ölən adama bir güllə də sıxa bilərəm. 5 dənə də güllə sıxa bilərəm. O nə dəxli var ki? Yəni sən özün də yaxşı bilirsən ki, belə bir hədis yoxdur. Ona görə belə yoxdur, yaxşıdır, sabah gəlib deyəcəm ki, qardaş, üzr istəyirəm. Yoxdur. Hətta bu boynuma almamaq üçün. Yox, ay qardaş. Qulaq as, bu publikaya işləməkdir, qardaş. Manipulyasiya eləmə. Publikaya işləm. Valla bu publikaya işləməkdir. Bu manipulyasiyadır. Bu kütləyə fikir təsir eləməkdir. Bir də mən bu sözü deyim. Dəlili gətirsin. Mən dəlil təqdim eləmişəm, siz cavab verə bilməmisiniz. Ay Tural, tam mövzu dayansın, niyə? Gedişatı mən başdan vaxt bitirdi ya. Bax, mən bu sözü tam səmimi deyirəm. Qardaş bu şeydən, o ziyarətnamadan gətirdi. Tural qayıtdı, dedi ki, bu 12 imamın 12 Mehdisinə aiddir. Rəcətinə aid dəlil var. Sən dedin ki, bəli var. 12 imamın 12 Mehdi olması ilə bağlı. Zaten bu oxuduğu var, Tural cavab verdi deyə sən... Yox, mənim qardaşım, bir dəqiqə gözlə. Sən Turaldan insaflıymışsan. Bax, mən rəcət o ziyarətnaməni 12 imamın Mehdi olaraq rəcətinə dəlil kimi gətirmişdim. İkinci dəlil olaraq, o soruşdu ki, ad olaraq, Mehdi olaraq var. Dedim var, amma mən indi onu araşdıra bilməyəcəm. Onu mən sonra sizə təqdim eləyərəm. Amma mən dəlil təqdim eləmişəm, ziyarətnamə ilə dəlil təqdim eləmişəm. Qardaş bayaqdan hər dəfə gəlir ora deyir ki, sən ziyarətnamədən sonra bunu dedin. Bildik də qardaş, mən ona sənə bugün vəd verməmişəm ki, sabah tapa bilməyəcəm. Gəl deyəcəm, qardaş, mən xəta eləmişəm. Sən demə, mən ora gördüyüm hədis başqa mövzudan danışırmış. Üzr istəyirəm. Amma mənim indi təqdim elədiyim dəlili sən niyə cavablandırmırsan? Niyə o tərəf bu tərəfə gedirsən? Mən də sənə dedim ki, əslində ziyarətnaməyə mən cavab vermişəm. Verməmisən, harada vermisən? Gəl mən sənə deyim, qardaş, bax, sualıma cavab ver. Qoy sualı təkrarlayım, cavab ver.
ziyarətnamədə olan ehtiyac yoxdur, yaddaşım yaxşıdır. Aha. O ziyarətnamədə olan Aha. 12 imamın 12 Mehdi olması ilə bağlı Aha. dəlilə şübhə yoxdur. Ancaq öz dövrlərində Bu dövrü hardan çıxardırsan? icazə verdi, ay qardaş, icazə verdi. Aha. 12 öz dövrlərində 12 Mehdi olması ilə bağlı dəlilimiz isə hədisdir. Hansı hədis? İmam Sadiqin buyurduğu hədisdir ki, 6-sı gedib 6-sı da məndən sonra gələcək. Yəni deyirsiniz ki, İmam bunu bu ziyarətnamədə olan Mehdi sifəti imamların öz dövründə İmam Sadiqin hədisi ilə bir-birini tamamlayır. Sən bu sizin istihadınızdır. İcazə ver də qardaş. Buyur. Məsumun sözünü ancaq məsumun sözü ilə aça bilərsən. Sən mənim dediyim ziyarətnaməyə dəlil hədisdəndir. Sən deyirsən ki, mən buradan çıxarış edirəm ki, Sizin dediyiniz hədislə deyil, qardaş. Hədislə deyil, öz çıxarışınızlandır. Siz deyirsiniz ki, bu öz dövrünə aiddir. Bu öz dövrü ücə çıxarışdır. Ay Turan, bir dənə sözünüzü kəsirəm. Bir sual verim. Sən sözünü kəsirəm. Ücə üçüncü adam oldu. Qardaş, sual veriləcək. Burada problem. Aydındır da, hərə girib bir sual versə mövzu şaxlanır. Bir dənə qardaşla mən bitirim söhbəti. Sonra sizin sualınıza... Bir dəqiqə səbir ol. Bir dənə qardaş mənim sualıma cavab versin də. Qardaşım, bir dənə dinlə bir sual verirəm. Mövzu ilə əlaqəlidir. Yəni Bildim mənim qardaşım. Biz əvvəlcədən danışmışıq ki, bir nəfərlə bir nəfər. İndi başa düşdük. Necə olmuyor be? Siz deyəsən təzə qoşun. Siz deyəsən təzə qoşunmusunuz. İndi ola bilər Aşur qardaşın işi var. Filan, Əgər o razılaşma olmuşdusa, Aşurdan sonra Turalla niyə davam edirdiniz? Əgər bir nəfər razılaşması olmuşdusa. Yenədən bu debatını açmaq istəyirəm, qardaş. Bir sual verirəm, hədəfə vururum. Siz deyirsiniz ziyarətnamə. Mən onun ərəbini istəyəcəm sizdən. Sadəcə bunu deyib bağlayıram mikrofonu. Siz ərəb dilində bilirsiniz. Qardaşım, bu mövzu deyil. Mən onun sizdən ərəbini istəyəcəm. Oxuyun da, ərəbcəsini oxuyun da. Bir dənə deyirəm də, oxuyacaqsınız, istəyəcəm. Deyirəm ki, sizin o gətirdiyiniz ziyarətnamə var ha. Siz iddia edirsiniz ki, həmin ziyarətnamanın ərəbində olan, o məhdəviyyətə, rəcətdə olan məhdəviyyət mövzusu var ha. Yəni 12 imamın rəcətdən məhdi kimi olmasına işarə vurur o ziyarətnamə, yoxsa elə 12 imam dövründə olan, öz dövrlərində olan mehdiliklərinə işarə vurur. Bunu demək istəyirəm. İkisinə də, həm öz zamanlarında, həm... Bir dənə zəhmət olmasa ərəbin bir daha oxuyun. Mən dinləyirəm sadəcə. Bir dənə zəhmət olsa. Ərəbcə bilirsinizsə tərcüməsiz oxuyuram. Bəli, tərcüməsiz oxuyun. Mənə tərcümə lazımdır. Rəbaş Şeyx, fi Misbahul Mütəhəccid. Bir də üzr istəyirəm qardaş, üzr istəyirəm. Mümkün olsa o yazını da indi belə oxuyursunuz. Mümkün olsa ekrana qoya bilirsiniz, ekrana Mən yazıya. özünüz də əgər izləyicilərimiz adı şeyləsə görsəz ki, mən burada təzəyəm. Bunun bir çox şeydən istifadə edə bilmirəm. Onun üçün mən gərək əvvəlcədən onların şəklini çəkim. Nə gözəl. Göndərim sizə, siz istəyəndə onu təqdim eləyərsiniz. Bir dənə xahişim, mənbəsin bir dənə başda qeyd eləyin ki, mən qeyd eləyim də bir yerə. Misbahul Mütəhəcciddə. Həmin kitabın özünün əsli məndə var. Onun həmin hissəsini sabahları çəkib şəklini göstərə bilərəm. İndi vaxtım yoxdur. Kamil Ziyarətdə də var bu barədə. Kamil Ziyarətdə varmı əlinizdə? Kamil Ziyarət əlimdə var, o kitab yoxdur məsələ. Bax bu olsun, bu kitabın adı PDF-ini tapa bilərsiniz. Misbahul Mütəhəccid, Şeyx Tusinin ziyarətnamələr filan bu qəbildən olan mövzuda yazılmış kitabdır. Misbahul Mütəhəccid, Şeyx Tusi, şeyin adı nədir? Bab səhifə. Bir dənə də başqa bir şey də deyim, bunu da oxuya bilər. İqbalul Əmal. İqbalul Əmal. Elə biri kifayətdir. Orada İqbalul Əmalda keçən bir başqa şey var. Orada deyir və əsna fi kərrəti hətta nəkunu fi zamanı. Siz hazırki qeyd elədiyiniz hardan oxursa elə onu qeyd edin. Misbahul Mütəhəcciddə ziyarətin bir hissəsində gəlir ki, hansı ziyarətin? Onu qeyd edeyim də. Peyğəmbərin uzaqdan ziyarəti. Peyğəmbərin ziyarəti. Peyğəmbərin ziyarəti. Buyurun qardaşım. Ziyarətin mətni bu cür gəlir ki, İmam Sadiq əleyhissalam buyurdu: "Mən ərada ən yazura qəbrə Rasulillah vəl-əimmə əleyhimussalam." Hər kim peyğəmbərin və imamların qəbrini uzaqdan ziyarət etmək istəsə, min bəidin, uzaqdan, fəliyəqul, bu sözləri desin. Ta bir hissəsi gəlir: "İnni ləminəl qailinə bifədlikum, muqirrum birəcətikum,
la unkiru lillahi qudra və la əz'amu illa ma şa'allah. Ki, mənə əsas lazım olan məhəlli şahid bu hissəsidir. Muqirrun bir rəcətikum. O imamın qəbrinin kənarında və ya uzaqdan o imamı ziyarət eləyəndə deyirsən ki, mən sənin rəcətivi etiqad bəsləyirəm, iqrar eləyirəm və Allahın buna olan qüdrətini inkar etmirəm. Bu qəbildən çox şeylər var. Cami-i Kəbirədə var, İqbaldakı ziyarətdə. Bəli. Yox, bir də üzr istəyirəm. Biz rəcədə etiqad edirik. Bunu demirdim. Siz bayaq bir şey oxudunuz, mən yarıda qoşuldum, bir şey oxudunuz ərəb. Bilmirəm, buydu yoxsa başqa biri idi. O Şeyx Tusinin şeyindən. Dediniz ki, bir İmamlara Mehdi deyə. Olmasına, bəli, orada rəcətə bağladı. Mən onu nəzərdə Yox, mən orada tam rəcəti sırf onu rəcət üçün oxumamışdım. Onu başqa şey üçün oxumuşdum. Baxın bir dəqiqə. İmamların həm də Mehdi olmağı üçün oxumuşdum. Oxuduğunuz şeydə o hansıydı, onu da bir dənə oxuyun. Mən elə bildim odur. Mən bu günləri 2 dənə mətn oxumuşam ərəbcə. Rəcəti burada oxumağın mənası yoxdur. Çünki biz rəcətə etiqad edirik. Bizim o dediyimiz odur ki, siz iddia edirsiniz ki, imamlar ki, bu 12 imamlar əleyhissalamlar, elə 12 Mehdinin özüdür. Rəcətdə gələcək 12 Mehdinin özüdür. Tural qardaşa qeyd elədiniz ki, mən buna bir dəlil oxudum. İkincini də ayrıdır. Həmin o rəcət barəsində oxuduğum ziyarət var ha. O hansıdır? İndi oxuduğum da, bayaq sizə Burada oxuduğum. Mehdi sözü mən eşitmədim axı. Mehdinin söz olaraq keçməyi önəmli deyil ki, qardaş zaman məsələsinə bağlayır. Mən bir dəqiqə qulaq asın. Əziz qardaşım. Bayaq oxuduğum, qardaş mən bu gün 2 dənə ərəbcə mətn oxumuşam. Bağlayacağam mikrofonu ki, siz davam edin. Siz burada bayaqları bir mətn oxudunuz. Yaxşı, o birini də istəsəz oxuyarsa problem yoxdur. İstəmirəm müdaxilə olun. Yox, yəni siz dediyiniz üçün bu 2 dənə ərəbcə mətn oxumuşam. Biri buydu, biri də ki Tusidən olan. Onu da bir dənə oxuyun zəhmət olmasa. Peyğəmbər buyurur ki, ey insanlar, ərəbcəsini oxuyum, tərcüməsini deyim. Bəli, tərcümə eləməyin əziz qardaş, ehtiyacım yoxdur. Eyyuhan nas, liyubəlliğ məqaləti şahidukum qaibəkum. Allahümmə şəhəd aleyhim. ثم إن الله نذر نذرة ثالثة فاختار أهل بيتي من بعدي وهم خيار أمتي 11 إماما بعد أخي واحدا بعد واحد كلما هلك واحد قام واحد مثلهم في أمتي كمثل نجوم السماء كلما غاب نجم طلع نجم إنهم أئمة هداة مهديون لا yadurruhum keydu men kadahum və la xizlanu men xəzələhum. Rəvayət əvvəlindən də uzun gedir, axırından da uzun gedir. Bu hissəsini oxudum. Əziz qardaşım, bu hissə aydın. İndi siz bu sualədə mikrofon barədə Tural özünüz davam edərsiniz. Siz bu birinci ziyarətnamə ilə rəcədə etiqadı ilə bu ikisini birləşdirib necə iddia eləyə bilirsiniz ki, və deyirsiniz ki, bir dəlil verdim. Turala deyirsiniz ki, bir dəlil verdim. İddia edirsiniz ki, 12 imam rəcətdə gələcək 12 Mehdidir. Bu 2 dənə dediyiniz mətndən, hədisdən, rəvayətdən hansı qənaətə gəldiniz ki, bu ikisini birləşdirib necə qənaətə gəldiniz ki, Aydındır. uzlaşdırdısa özünüz qənaətə Aydındır. Bunu soruşun, mən deyim. Bəli. Hərçənd ki, indiyəcən demişəm dəfələrlə. Bu cür qənaətə gəldim ki, bu 12 imam sağlığında siddiq idi, siddiq deyildi. Bağladınız qardaş mikrofonu. Bu 12 imam sağlığında həm imam idi, həm siddiq idi, həm məhdi idi, həm də digər xüsusiyyətləri üzərində daşıyırdı. Bu rəcət eləyirsə, həmin imam qayıdır da, dəlil nədir ki, bundan məhdilik alınıb, siddiqlik alınıb. Buna mən dəlil gətirməli deyiləm. Buna qarşı tərəf. Bu insanın sağlığında, bir insan sağlığında dünyasını dəyişib, qəbirdən qaldırılanda da həmən insan qaldırılır da. Yerinə bir başqası qaldırılsa o insan deyə bilmərik ki, mən də deyirəm ki, bu insan sağlığında imam idi, məhdi idi, siddiq idi və s. və ilaxır. İndi bu rəcət eləyəndə dəlil nədir ki, bundan mehdilik alınıb? Buna siz dəlil gətirin. Bu ölən dünyasını dəyişəndə Mehdi idi, rəcət eləyəndə də Mehdi kimi gələcək. Əziz qardaş, biz zaten bir üzr istəyirəm, sən davam elə. Yox, mənə bir dənə üzr istəyirəm, sən davam elə. Mən elə o şey ərəbləri lazım idi. Bir dənə bunu deyirəm, sən davam elə. Mən prosto şey ərəbin dilinə qulağımı eşitməsini istəyirdik ki, mən bayaq elə bildim ki, qardaş o ikisini birləşdirib, belə bir ikisi bir yerdə. Rəcətdə 12 imamların rəcətdə 12 Mehdi kimi gələcəyi, bu sırf bu kontekstdə mətn mövcud deyil, qardaşa deyirəm. Əgər iddia edirsə varsa gəlsin, problem yoxdur.
qardaş iddia eləyir, ikisini bir-birindən uzlaşdırır. Zaten əslində Tural bundan daha qüvvətli söz deyil əziz qardaş. Sən iki hədisi birləşdirir. Mən yox qardaş, siz başqa şey Tamam, dediniz. mən bağlayıram qardaş. Yox, mən o sözü başqa şey üçün gətirmişdim. Bildin əziz O qardaş. mənim rəzət mövzusuna dəlilim deyildi. Mən Sən əzizim, mən sən danışanda kəsmədim də gördüm. Buyur, Mikrofonu bağladım. Sual da verdin. Cavab verməm ki, ölməli olmaz. Mən deyirəm ki, qardaş sənə elə birbaşa imamın dilindən gətirir ki, İmam Sadiq əleyhissalam deyir ki, 12 beytdə bizik. Yəni biri var, iki hədisi bir-birinə uzlaşdırıb nəticə çıxarasan. Turalın sənə gətirdiyi daha qüvvətlidir. Sən elə bilirsən biz bunun ziddindəyik. indi bir də mən davam eləyim. Tural özün davam elə. Yox, bir də mən üzr istəyirəm. Siz yenə də deyirsiniz ki, sən iki hədisi birləşdirib. Mən iki hədisi birləşdirməmişəm mənim qardaşım. Mən o hədisi oldu. İki hədisi birləşdirib. yox da siz görürsüz, yəni qulaq asın da siz mənim sözümü niyə dəyişdirirsiniz? Qardaş o hədisi məndən başqa şey üçün istəmişdi. Mən onu başqa yerdə təqdim eləmişdim. Ondan sonra ziyarətdən olan şeyi artıq rəcət eləyənlərin məhdi olmağına dəlil kimi gətirmişdim. Əziz qardaş, onda belə çıxması sizin suala cavab kontekstiniz dəyişir. Tural yaxşı Yox. görürəm. Yəni o Şeyx Tusi barəsində olan söhbət başqa söhbət idi. Sırf bununla birbaşa əlaqəli deyildi. Qalanda ziyarət barəsində olan, rəcət barəsində ziyarətnamədən oxumağıma qardaş, mən dəlil təqdim eləmişəm, cavab gözləyirəm. Siz deyirsiniz, Turalın təqdim elədiyi daha qüvvətlidir. Tural daha qüvvətli ondan eləyir ki, öz istihadından deyir, İmam bunu öz zamanında demişdi. Onu qüvvətli eləmək üçün Tural gərək desin ki, İmam deyir ki, rəcət edəcək Mehdilər imam deyil. Onda mən də ancaq bu cür qəbul eləyərəm. Əhsən. Onda bunun əksi də bu olur ki, qardaş, imam deməli ki, rəzət edəcək Mehdilər bizik. Bununla bağlı hədisin var. Rəcət edəcək Mehdilər bizik deməyə ehtiyacı yoxdur imamın. İmamın özünü Mehdi bilməsi, imam bilməsi və rəcət eləməyi deməsi kifayət edir ki, onun həm imam, həm Mehdi, həm Siddiq olaraq dünyaya qayıtdığını isbat eləsin. Mən onsuz da mövzudan çıxmayacağam kənara. Bax, mən sənin bir dənə iddianı. Siz mənim bir dənə bu sualıma cavab verəcəksiniz, yoxsa yox? Siz mənim bir dənə sualıma cavab verəcəksiniz, yoxsa yox? Bir dənə bu sualıma cavab verin də mənim. Hansı sual qardaş? İmam sağlığında imamdır, Mehdidir, Siddiqdir və s. və ilah, Əmir əl-Muminindir. Bu rəcət eləyəndə Əmir əl-Muminin olmayacaq İndi mən sənə sual var, bu cür cavab verim qardaş. Ümumiyyətlə və Mehdi olmayacaq, digərləri də həmçinin. Buna dəliliniz nədir? 12 imam. Yox, buna dəliliniz nə deyirsənsə, qardaş, sən hələ mənim sualıma cavab verməmisən ki, İmam 1 deyirsən ki, İmam 1 yerdə buyurur ki, bizik. Mənə başqa bir hədis gətirdim sənə ki, İmam buyurur ki, bizim şiələrdəndir. Qardaş, 12 mən Mehdi barəsində dediyimi bu gün deməmişəm də, ona qayıtma. Sabah gətirə bilmərəm, gəlib üzr istəyəcəm. Yox, onu demirəm. Yox, əslində onu demirəm. Qardaş, bax, qulaq as. İmam buyurur ki, 12 Mehdi bizim şiələrimizdəndir. Mən ona cavab verdim də. Qardaş, sən deyirsən ki, imam cemaatda piş namazda imam. Yaxşı, o 12 Mehdi rəcət eləyəcək Mehdilərdir. Rəcətdə deyir onu. Bir də əvvələ qayıdaq da 12 imam deyiləndə, İmam cemaat nəzərdə tutulur. Düzdür? 12 Mehdi deyiləndə sən necə şiələrdən olan xəlifələr nəzərdə tutursan bunu? Xilafət sahibləri nəzərdə tutursan? Kim dedi onu mən demişəm ki, mənim boynuma niyə qoyursunuz onu? Mən demişəm 12 imam şiələrdən olan xəlifələrdir. Yox, 12. Mən demişəm 12 dənə mömin şiə ola bilər ki, imam ona hidayət eləyən kimi xitab eləmiş olsun. Bu ayrı bir şeydir. Hədisdən danışırsan, bəhs edirsən, ola bilər ki, nədir? Sənin bir istinad yerin var, ola bilər ki, nə deməkdir? Sən dindən danışsan, hədisdən danışsan. Hə, yaxşı, deyirəm, ola bilər demirəm. Deyirəm ki, imam o bizim şiələrimizdən olan 12 Mehdini... Yox, mən elə gəlir ki, 12 deyil, Qulaq as. 15-i belə... Qulaq as. Deyirəm ki, İmam Cəfər Sadiq əleyhissalam deyibsə ki, bizim şiələrimizdəndir. Orada insanların hidayətinə çalışan alimləri deyib. Ola bilər demirəm. Bunu deyib, hə. Dəlilin nədir buna? Belə başa düşürəm. Siz necə demirdiniz, mən belə anlayıram. Mən elə bir söz demək. Demədiniz ki, mən hədisi belə anlamışam.
Qardaş, mən elə bir söz deməmişəm. Siz bayaqları hədisdə mən sizdən dövr barəsini soruşanda demədiniz ki, mənim elədiyim hədisi anlamaqdır, sizin elədiyiniz ictihaddır demədiniz. Sən elə başa düşmüsən ki, məntiqlə gedəksən, Səhmud olsan. Qardaş, insaf yaxşı şeydir. İnsaf yaxşı şeydir. Vallahi bu publikaya işləməklə bəhs olmur. Belə olmaz. Vallahi sən mən heç o publikaya işləməmişəm, qardaş. Yo, fakt indi sizin bəhsiniz bunun üstündə gedir. Siz mənim sualıma cavab vermirsiniz. Siz mənim sualıma cavab vermirsiniz. Vermişəm, necə verim? Sən ancaq iddia eləmsən. İddia eləmsən ki, 12 imam, 12 Mehdi, 12 imamdan sonra rəzət eləyəcək 12 nəfərdir. Sən bunu iddia eləmsən və demisən ki, əlimdə rəvayət var bununla bağlı, rəzəti ilə bağlı, 12 Mehdi. Rəzəti ilə bağlı dəlilimi də demişəm də. İndi mən sizdən sual eləyirəm ki, Hansı dəlil? mən sizdən sual eləyirəm ki, siz dəlil gətirin ki, Dəlil gətir. ziyarətnamədən oxuduğum. Harda keçir? O ziyarətnamədə sən 12 Mehdi olmasını dedin. Rəzət eləyəcək. Mən dedim ki, o mənim birinci dəlilim idi də. O mənim birinci dəlilim idi. Qardaşım, birinci dəlilin belə dəlil deyil sənin. Yaxşı, dəlil deyil, cavab ver də. Dəlil olmayan dəlilimə cavab ver. Yo, dəlili iddia eləyirsən axı ki, var əlimdə. Hadi deyirəm ki, budur da, budur. Bu dəlil olmayan dəlilimə cavab ver də mən. Dəlil olmadığını qəbul edirsən bunu? Yox. Sənə görə Yox, deyirəm. bilməyə cavab verim mən. Sənə görə dəlil deyil də, hə? Bax, sən bəhsin qaydasını bilmirsən. Mən bəhsin ay qardaş, mən sizin kimi əzizlərlə çox bəhs eləmişəm. Mən manipulyasiya nədir onu çox gözəl bilirəm. Prosta mən indi sizin platformanızdayam. Siz burada üstünlük təşkil edirsiniz. Mən istəmirəm ki, publikaya burada fərqi yoxdur. Siz mənim bir dənə sualımı cavablandırın. Vəssalam. Qardaş, Mən- hal-hazırda publikaya sən işləyirsən. Çünki 2 dəqiqədən bir bu söz deyirsən, bax birə-bir danışırsan, yenə dəfələrlə bu sözü təkrar edirsən. Bizim platformamızdasan, başa düşdük. Biz sənə nə edirik? Bəlkə səsini kəsirik, bəlkə aşağı salırıq. Yox, publikaya işləmək o demək deyil ki, siz mənim səsimi kəsəsiz. Məsələn, qarşı tərəf Hə, bəs hər dəqiqədən bir mənə sən başa düşməmisən demək cəmaatın fikrinə təsir deyil. Müzakirədə bu şey olur. Şəxsi rəyinizlə yanaşırsınız. Ona Aydındır. Siz deyin ki, bu sizin düşüncənizdir. buyurun gəl. Siz deyin ki, bu sizin düşüncənizdir. Amma sən anlamamısan, sən başa düşməmisən, sən səhv başa düşün, bu publikaya işləməkdir də, cəmaatın fikrinə təsir göstərməkdir. Yox, elə deyil. Elədir. Bir şey deyil, çox xahiş Burada edirəm. danışılır, hər kəs özünə lazım olan üzr nəticəni istəyirəm. çıxardı. Əziz qardaş, anar danışır, sən də danışırsan. Bir dinlə də, bəlkə sənə bir yaxşı söz deyir, bəlkə sənə xeyri və Qardaş, mən dinləyirəm də. Mən dinləyirəm və mənim dinləməli olduğum əvvəldə Aşur qardaş idi. Sonra Bax qardaş, göz yumduq oldu Tural qardaş. Biz Bəli. burada dəfələrlə elm əhli ilə, ruhanilərlə danışmışıq. Sadəcə siz bəhsin qaydalarından xəbərsizsiniz. Yəni ki, Görürsüz, siz yenə ittiham əgər edirsiniz. siz bəhsə, yox. Bu, Bəhsə qardaş, gəlmişsiniz, siz dəlillərinizi hazır eləməlisiniz. Deyirsiniz filan yerdə yazılıb, o dəlili gətirməlisiniz. mən Yoxsa o dəlili bu gün gətirməyə təqdim deməmişəm. Bir həftə sonra gətirəcəksiniz. Yenə bir həftə sonra gələ bilərsiniz. Biz sizə demirik ki, qaçdın və yaxud gətirmədin və yaxud nə etmədin. Deyirsiz axı. Görsən biz bu ifadələri işlətmirik. Deyirsiz axı. Yəni həmin yerdə bəhsi artıq nöqtələmək lazımdır, dayandırmaq lazımdır, ondan sonra davam eləmək lazımdır. Yoxsa belə olmur ki, mən birinci dəlilimi dedim. Bu dəlil deyil. Əgər siz onun mənbəsini təqdim edə bilmirsinizsə, şifahi olaraq bir söz deyirsinizsə, bu dəlil deyil və bəhsi dayandırıb artıq dəlil gələn andan etibarən davam eləmək. Xeyr, elə deyil mənim Yəni əzizim. bu bəhsin qaydalarıdır, əziz. Elə deyil. Mən 2 dənə dəlil demişəm, birini bu günə öhdəliyimə götürməmişəm. Tamam. Onda yaxşı, siz ona görə məni burada niyə bayaqdan çək-çevir eləyirsiniz? Sizi çək-çevir eləmirik. Eləyirsiniz axı, necə eləmirsiniz? Siz bayaqdan məndən onun üzərindən danışırsınız. Mən sizə deyirəm ki, onu mən bu günə söz verməmişəm. Sabah gətirə bilərəm, bilmərəm ayrı şeydir. Mən bugünkü dəlilimə niyə cavab vermirsiniz? Bugünkü dəlilin nədir, qardaş? Rəcət barəsində oxuduğum hədisin məzmununun mənasını sizdən tələb edirəm. Siz necə məndən demirsiniz ki, İmam Mehdilər, Şiələrimiz deyəndə nə başa düşürsən? Mən də sizdən sual edirəm.
İmam sağlığında həm imamdır, həm Mehdidir, həm Siddiqdirsə, necə ola bilər ki, mən deyirəm ki, rəcəti varsa bu Siddiqin, bu Məhdinin, elə rəcət eləyəndə də Mehdi kimi Siddiq eləyəcək. Bu dəlilimin biridir. Siz necə deyirsiniz ki, yox, o imam kimi gələcək, Mehdi kimi gəlməyəcək. Qardaş, bax, yenə deyirəm, sən bu dəlil deyil, yenə rəyibi qatırsan o deyil. Rəcət eləyir. Əgər ittiham eləmə də, siz mənə bəhsin qaydalarını öyrədirsiniz, siz özünüz bəhs qaydalarını bilmirsiniz. Əzizim, bax, O mənim bu sözün bilmirsiniz deməyim, sizin tərziniz oldu. Mən keçdim sizin tərzinizə. icazə ver, yaxşı. Sözümü dinən, sən bilirsən, bilmirsən. Rəcət eləyir, icazə ver. Rəcət Buyur. eləyən Mehdi, 12 Mehdidir ifadəsi şəxsi rəydir. Mən bilmirsən demədim. Mən deyirəm ki, bu rəcət eləyəcək 12 Mehdidir imamlar sözü şəxsi rəydir. Rəcət edəcək imamlar Mehdi deyil də şəxsi rəydir. Başa düşmədim. Rəz- Şəxsi rəy olduğunu qəbul edirsən bunu? Yox, mən şəxsi rəy olduğunu qəbul eləmirəm. Mən şəxsi rəy olduğunu qəbul hədisin məfhumu budur. Məfhumu budur. Necə çıxartdın onu oradan? Demək şəxsi rəyindən. Qardaş, sağlığında bu insan nə idisə, rəcət eləyəndə də o insan rəcət eləyəcək də. Burada çıxarış eləmək üçün Yoxsa yox, qardaş. Şəxsi Xeyr. rəyi yoxsa yox. xeyr. Deyirsən sağlığında nə idisə, indi də 12 Mehdi, 12 imam, 12 Mehdi kimi rəcət eləyəcək. Bu ifadə şəxsi rəydir yoxsa yox? Xeyr, şəxsi rəy deyil. Rəvayətin Şəxsi rəy deyil. rəvayətin şəxsi rəy deyilsə, ifadəsidir. Qayıdırıq bayaqçı mövzuya. O dediyin, hədisi gətirməlisən, rəvayət gətirməlisən. onu gətirməlisən deyə qayda yox deyə. Mən onu deməmiş olsam, bununla dəlil kimi bəhs Sən eləməyəcəksən. özün iddia elədiyin hədisi, bir dənə icazə ver. Sən özün iddia elədiyin hədisə bizdən dəlil istəyirsən. Sən özün bir hələ Çünki sən mənim rəddiyəmi deyirsən ki, yox, ortada bir müqəddiməni silmə. Mən ona rəddiyə verim də. Qardaş, anlaşmadığımız yer bilsən nədir? Sən o elədiyin iddia var ha, o ortada olmalıdır ki, mənim ondan sonra rəddiyəmi eşidəsən. Qardaş, mən deyirəm də ağzımda deyirəm ki, imam sağlığında imamdır, Mehdidir, Siddiqdir. Bu dünyasını dəyişib. Mən gəlirəm bunun ziyarətinə. Deyirəm ki, mən sənin rəcətini iqrar eləyirəm. Bu sən var, sən deyə xitab elədiyin Mehdidir, Mehdi deyil. Ondan üstün məqam imamdır. Qulaq as, indi hər nədir? Mən sənə sual edirəm. İmam sağ deyil, dünyasını dəyişib. Bax, gedirəm ziyarətə, Kərbəlaya ziyarətə gedirəm. Və Peyğəmbəri uzaqdan ziyarət edir. Bir də mən qulaq as. Dövründə onlara Mehdi kimi xitab olunmazdı. Ən üstün məqam imamət idi də, imamət kimi xitab olunur. Qardaş, söhbəti başqa yerə aparma da. Bir dənə sual verirəm sənə. Bax, mən gedirəm sən gəlsən ziyarətə. Deyirsən ki, salam olsun sənə ey Əba Abdullah məsələn. Salam olsun sənə ey Siddiq, məsələn Əli əleyhissalam ziyarətində Siddiqul Əkbər. Salam, o imam sağdır, indi sən ona Siddiq deyirsən. Hə? Anlamadım. İmam sağdır, sən ona Siddiq. Gedirsən imamın ziyarətinə. Aha. Ona deyirsən ki, salam olsun sənə ey Mehdi. Salam olsun sənə. O dünyasını dəyişib də. Yox, bizə görə sağdır. Həyat ayrı şeydir. Onda sağdırsa necə rəcət eləyir? Yox, sağdırsa necə rəcət eləyir? Sağlıq o mənada yox, Peyğəmbər də sağdır, salavat eşidir falan. Bu mənada demirik də, söhbət bundan getmir. Niyə söhbəti başqa yerə çəkirsiniz? Mən də bilirəm də sağdır. Amma qəbrinin kənarında dayanırsan ha, qəbrinin kənarında dayanırsan ha. İmamların gəlişi. Necə ki Əli əleyhissalam öz dövründə Peyğəmbərdən sonra Əli əleyhissalam gəldi. Ta İmam Həsən öz dövründəyim. Ta 12-ci imama qədər. 12-ci imamdan sonra ilk rəcət eləyəcək şəxs İmam Hüseyn əleyhissalam. Düzdür, həm də ilk Mehdidir. Nə Mehdiliyini hardan dediniz? İcazə ver də qardaş, ora gəlirəm. Mehdi olmağını isbatı üçün bir yerə istinad eləməlidir. Gələcək şəxsin mən Hüseyn adında bir nəfər çıxdı ortaya. Mən onun İmam Hüseyn olduğunu necə biləcəm? O istinad eləyəcək bir nasa.
Bir Nasa istinad eləyəndə mən biləcəm ki, nas dəlil var ortada. Nas dəlillə istinad Sən nə danışsan qardaş? İmam Hüseyn məsum imam gəlib məsum olmayan hansısa şəxsin rəvayət nəqlinə istinad eləyəcək. İmam olduğunu necə bilirsən? Əlamətlər var, rəcətə qədər zuhur var, zuhurdan sonra baş verəcək. Bu əlamətlər özü nə üçündür bəs? Nassa qayıdacaqdısa da əlamətlərə nə ehtiyac var idi? İmamı əlamətlər ilə nasdadır da. Əlaməti nə ilə? Bildim o əlamət baş verəndən sonra gələn şəxsin nəssə təzdən məsum olmuş. Özünüz bayaqdan şey deyirsiniz, ricalı vurursunuz ora bura. İndi İmam Hüseyn gəlib məsum olmayan bir nəfərin rəvayətinlə özünü isbat eləyəcək. Nasla tanıyırsan, əziz qardaş, rəvayət... Bildim də o Nassın kitabında yazan məsum olmayan şəxsdir. Hansı kitabına? Hansıdır mənim? Hansı Nassı deyirsiniz? Hansı Nassı deyirsiniz? Vəsiyyətə istinad edir, vəsiyyət Peyğəmbərə istinad. Hə, o vəsiyyət Şeyx Tusinin rəvayətidir. Yəni imam məsum olmayan Tusinin öz kitabında yazdığından öz imamətini isbat eləyəcək. Peyğəmbər, imam gəlib har istinad eləyəcək bəs? Möcüzələrə, zuhurun əlamətlərinə, özündən əvvəlki imamın Əziz qardaş, mən hadisələrinə. Sən bəhsin qaydasını bilirsən, ya belə danışır. Bəhsin qaydasını yaxşı bilirsən. Demək, bax, sual verir. İlk yanı biz eləyirik ki, istinadı bura eləyəcək. Bu vəsiyyət hədisini eləyəcək. Sən istinadı başqa bir yerə Bu göstər. Əfsər Hüseynli, bayaqdan orada imam məqamdır, Mehdi sifət. Onu hardan çıxartmısınız? Başa düşmədim. Qardaş, sən niyə mövzudan mövzuya gedirsən? Yox, bu bayaqdan orada şey eləyir. Mən heç rəyləri oxuyan deyildim. İndi bu gözümə sataşdı. Bu belə... Mən heç nə yazmadım. Sənlə nə danışım? Hə, yaxşı, buyur, buyur. Mən heç nə danışmamışam. Yazmamışam danışım. Buyur, buyur. Bax, sual mövzudan çıxmayaq. Bax, bizim iddiamız budur ki, ilk rəzət eləyəcək şəxs, hansı ki, ortaq nöqtələrdən danışıram. İlk rəzət eləyəcək şəxs İmam Hüseyn əleyhissalamdır. İndi bir dənə burada sual verim sizə. O rəzət eləyəndə Seyyid-i Şühədə olacaq, olmayacaq? O sifət onda varmı, yoxmu? Onu başa düşmədiyim sən nə qədər. Onun həqiqətini dəyişmir heç. Yox, bildim. Mən bir dənə bu sualıma cavab verin də. O İmam Hüseyn ağa rəzət eləyəndə Seyyid-i Şühədə olacaq, olmayacaq? Əziz qardaş, mən imam olduğunu deyirəm. Demək ki, bütün sifətlər ona Hə, şamil olur. bəs mən də onu deyirəm də. İmamdırsa Mehdi də ona şamil olur da, rəzət eləyəndə. Bax, indi mövzu burada gəlirik də. Bax, sən sual verdin. Hə, yavaş-yavaş gəlirik. Ay qardaş, bax, mənə sual verdin. Mən sənə cavab verirəm. Buyur. İlk rəzət eləyəcək şəxs İmam Hüseyn əleyhissalam və ilk Mehdidir. İlk Mehdi də olduğunu isbatı həmin vəsiyyət hədisidir. Xeyr, İndi sən də demişsən ki, o deyil. Bu tamamlayım, sənə verirəm də sualı. İndi sən mənə sual verdin, mənim cavabım budur. Buyur. Doğrudur, doğru deyil sənə görə, onu sən bilərsən. Mən bunu cavab verdim. İndi sənə sual verirəm. Eyni sualı sənə verirəm. İlk rəzət edəcək şəxsin sən də İmam Hüseyn olduğunu qəbul edirsən. Və ilk Mehdi olduğunu da qəbul edirsən. Həmin ilk Mehdi İmam Hüseyn əleyhissalam Seyyid-i Şühada nə ilə özünü tanıdacaq? Necə tanıdacaq özünü? Biz necə biləcəyik ki, bu İmam Hüseyn əleyhissalamdır? Ona qədər baş vermiş hadisələr, imamın zuhuru, 5 dənə əlamət filan bu insanlarda artıq onun zuhuru üçün, rəzəti üçün kifayət eləyəcək. İmam Zaman ağanın dövrü, onun insanları o şeyə hazırlamağı, xəbərini verməyi və s. və ilaxır İmam Zaman ağa onu hazırlayacaq. Rəvayətlər. Hədisləri deyə bilərsən, həmin rəvayətlər. Bu dəqiqə mən onu o mövzu ilə bağlı hazırlaşmamışam deyən onun rəvayətlərini sizə təqdim edə bilmərəm. Amma siz mənim bir dənə bu sualıma cavab verin, bir dənə mənim bu sualıma. Necə? Bəhsə çıxanda məsləhətdir ki, biz mən də demirəm, yəni deyirəm, sabahat olar, bir gün olar. Bunlara ən azından hazırlaşıb gəlmək lazım. Qarşı tərəfə iddia qoyursansa, bir iddia verirsə, ona cavab verirsə. Sən o iddianı çürütmək haqqında, iddianı batil çıxartmaq üçün öz dəlilini ortaya qoymalısan. Nə dəxli var? Bizim bugünkü bəhsimiz vədələşmişik ki, vəsiyyət hədisinin barəsində ona gələn iradlar olacaq. Bu mənim mövzum olmadığı üçün mən onun barəsində icmali məlumatım var. Amma təfərrüatı ilə vəsiyyətdən danışırıq, vəsiyyətdən danışdığımız mövzu kontekstindən çıxıb. Siz bir daha mənim bu sualıma cavab verin ki, İmam Hüseyn rəzət eləyəndə Seyyid-i Şühəda olacaq, olmayacaq? Bütün sifətlər onda var. Ona olan... Yaxşı, bəs bayaqdan niyə mənlə dəlil təqdim edirsiniz ki, 12 imam gələndə Mehdi adı ilə gəlməyinin rəvayətini təqdim elə. Necə olur? Mehdi olur, Seyyid-i Şühəda olur, amma... Sualı daha güclü verə bilərdin, qardaşım, biraz zəif verdin. Bax, mən sənə deyim, sən bunu deməyim. Rəhm edirəm də. Bax, sualı verə bilmədim.
Bax mən deyim sənə. Sən mənə sual verməliydin ki, siz ki deyirsiniz 12 imam elə 12 Mehdi deyil. Yəni 12 Mehdi 12 imam rəzəti deyil, amma buradan da deyirsiniz ki, ilk rəzət eləyən şəxs İmam Hüseyn əleyhissalamdır. Ana bu sualı versəydin daha məntiqli olardı. Mən sənə də bu suala cavab verirəm. Qardaş, biz imamların Mehdi kimi rəzət... Bu sualı demədiz axı. İcazə ver də, cavab verirəm. İmam kimi rəzət eləməyəcəyini demirik. Ancaq bütün imamların Mehdi kimi gəlməsi ilə bağlı dəlil yoxdur. Bax, mövzu budur. Necə yoxdur? Sən öz ağzında deyirsən ki, Seyyid-i Şühəda kimi nə var idisə sağlığında, yenə də onda var. Seyyid-i Şühəda kimi gələcəyinə dəlilin var. Biz nasıl, bax, icazə ver, nasıl bayaqdan dəlil... Yoxsa Seyyid-i Şühəda kimi gələcəyinə dəlilin var. İmam Hüseynin gəlişi ilə bağlı var. Yox, bir dəqiqə. İmam Hüseyn ağanın Seyyid-i Şühəda kimi rəzət eləyəcəyinin dəlili nədir? Bütün sifətlər bir nəfərdə yığış, İmam Hüseyndə hansı sifətlər var idi? O sifətlər... Bəs mən bayaqdan bunu deyirəm, məni burada dəlilsizlikdə ittiham eləyirsiniz. İndi siz gəlib həmən şeyi deyirsiniz. Bəs mən bayaqdan nə deyirəm, qardaş? Əzizim, bax... Mən deyirəm ki, rəzət barəsində oxuduğum dəlildə bir imam sağlığında nə sifətləri özündə cəm eləyirdisə, rəzət eləyəndə də o sifətlərlə gələcək. Mənə burada topa qoymusunuz. İndi özünüz həmən sözü deyirsiniz. Əzizim, bax, başa düşmür. İlişdin deyəsən. Yox, ilişmirəm. Sənin sözün yenə qayıtsın eyni yerə, qardaş. Bir dənə, yaxşı, buna da cavab ver. Nəyə əsasən deyirsən İmam Hüseyn Seyyid-i Şühəda kimi rəzət eləyəcək? Mən Seyyid-i Şühəda kimi deyirəm, o sifət onda var. Mən də deyirəm ki, Mehdi. Bütün imamlarda var idi. Rəzətdə də gələcək 12 Mehdi onlardır da. Bayaqdan mən deyəndə niyə qəbul eləmirsiniz? Bax, mövzu buradadır, qardaş. Biz sifətləri inkar eləmirik. O sifətlə gələcəyini inkar edirik. Anlamadım bunu. 12 imam... Bu Seyyid-i Şühəda sifətdirsə onunla gələcəyini necə təsdiq elədin? Əzim, xitabdan gedir. İmamlar öz dövründə Mehdi idi, həm də Mehdi idi. Amma Mehdi kimi xitab olunmurdu, imam kimi xitab olunurdu. Başa düşün nə deməsəm? Xitabdan söhbət getmir. Bax, sən deyirsən ki, İmam Hüseyn Seyyid-i Şühəda kimi rəzət eləyəcək. Söhbət ondan gedir. Burada öcə qardaş dolaşmısan, qulaq asanlar nəticə çıxardacaq. Burada ilişdinsən. Qoy danışsında olar. Burada sənə ilişdin. İndi cavab ver. Yaxşı, davam elə. Davam elə. Biz sənə də eyni sözü mən yenə təkrar edirəm. Deyirəm ki, 12 imamın 12 Mehdi kimi gəlməsi ilə bağlı, rəzəti ilə bağlı sənin əlində dəlil yoxdur. Məni qoyduq, sənin də yoxdur. Sən Seyyid-i Şühəda kimi gələcəyinə dəlilin var? Mən Seyyid-i Şühədadan sən sualıma cavab olaraq deyirəm. Bildim də inanmadığın şey dedin, yoxsa inandığın şey dedin? İcazə vermirsən, bax, o sifətlə tanınmayacaq imam. Seyyid-i Şühəda... Tanınacaq, tanınmayacaq, o fəzilət, o sifət onda olacaq, olmayacaq. Yox, fəzilət yəni nəyə nəzər? Bax, indi bax sualım başqadır. Hansı Seyyid-i İmam Hüseyn əleyhissalamın ləqəblərindən biri, sifətlərindən biri, məqamlar, nə deyirsənsə de. Seyyid-i Şühədadır. Şəhid olacaq. Seyyid-i Şühədadır. Bu rəzət eləyəndə daha Seyyid-i Şühəda kimi olmayacaq, yəni daha şəhidlər sərvəri sayılmayacaq. Buna dəlilin var Seyyid-i Şühəda? Mənim yox, sən bayaqdan nəyə əsasən dedin ki, hə olacaq? Əzim, mən sifətləri deyirəm. Bu İmam Hüseyn... Bildim də, Mehdi nədir bəs? Mehdi nədir bəs? Tanınacaq sifəti Mehdidir. Nə dəxli var? Bu sifət onda olacaq, olmayacaq. Qardaş, imam kimi... Bilirsən dəxli nədir? 12 imamdan sonra 12 imam gələcək demir. 12 imamdan sonra 12 Mehdi gələcək. 12 imamdan sonra 12 Mehdi deməyi, elə 12 imamdan sonra 12 imam, həmin o 12 imam deməyi ilə eyni şeydir. Yəni, Peyğəmbər məsləhət olsaydı, deyərdi 12 imamdan sonra 12 imam gələcək. Yox, bu cür qayıdır Aşurla əvvəlki bəhsə Peyğəmbərə məsləhət verə bilmir. Buyur. Sənin bu dediyin hədislə ziddiyyət daşıyır. Sən deməmişəm, uca mənim dediyimi sən də dediyin üçün nə desən özünə də dəlil gətirirsən. Uca mənim üstümdən, məndən yük düşdü. Mən ki bayaqdan deyirdim ha, imamlar sağlığında nə sifəti özündə daşıyırdısa, rəzət eləyəndə də o sifətlə gələcək. Tapma dəyməz, anlamamısan dediyimi. İzləyicilər şey eləyirlər də, yəni dəyərləndirəcəklər. Anlamışam, buyur. Onda publikaya sən işləyirdin? Ha? Vallahi nə danışır mən başa düşmürəm. Qardaşım, belə deyək, sən sabahlarım dəlil gətirirsən. Amma sabah bəlkə mən heç öldüm, buyundan danış. İnşallah salamat olarsan, gətirəcəksən, salamat olsan. Sən qəbul edirsən ki, indi mənim rəzət barəsində dediyim dəlili eyniliklə sən istifadə elədin İmam Hüseynin Seyyid-i Şühəda barəsində olan bəhsində. İmam gəlişinə bağlı istifadə eləmədim. İmam Hüseynin gəlişi var.
Yox, sən demədin ki, ya, mən sənə sual verəndə ki, İmam Hüseyn Seyyid-i Şühəda kimi gələcək yoxsa yox, demədin ki, hə? Mən onu əvvəl də demişdim. Əvvəl deməmişdin. İmamlardan Əvvəl sən məndən Mehdi sifəti üçün ayrı dəlil tələb eləyirdin. Əzizim, baba qulaq as, diqqətlə qulaq as. 12 imamdan Mehdi kimi gələn də var. İmamın ki buyurduğu var bizim şiələrimizdən. Onlardan da 12 Mehdi kimi gələn var. Bu 12 nəfər var ha, 12 nəfərdən kənar deyil bunlar. Gəl bu günü xülasələşdirək. Xülasə bu oldu ki, qardaş, sən qəbul elədin ki, Yalnız boynuma qoya bilməyəcəm. yox, mən sənin dediyimi deyirəm də, yalan deyirəmsə deyəcəksən elə deməmişəm də. Burada yox, nə dediyimi deməmişəm axı, bu deyən də. Deməzsən ki, 12 imamı sən dediyi vəcə təsdiqləməyim desin. Yox, bir dəqiqə səbr elə. Mən nə dediyimi deməmişəm axı, bir dəqiqə səbr elə. Sən bayaqdan təkrar eləmişdin, bayaq demişdin. Sən mənim qardaşım. Əvvəldə məndən dəlil tələb eləyirdin ki, rəcət olacaq imamların mehdiliyinə dəlil gətir. Mən də sənə deyirdim ki, bu sifətlər ki, sağlığında onlardan var idi, rəcət eləyəndə də elə o sifətlərlə gələcək. Sən bunu inkar edirdin, məndən Mehdi üçün xüsusi dəlil istəyirdin. Yenə inkar edirəm. Ay sağ ol. Amma İmam Hüseyn ağa barəsində mən səndən soruşanda ki, rəcət eləyəndə Seyyid-i Şühəda idi yoxsa yox, sən dedin ki, bu sifətlər onda var idi, yenə var. Belə dedin, demədin. Var idi, yenə var. Bəli. Ay sağ ol. İndi mən də deyirəm ki, necə İmam Hüseynin sifətlərindən biri Seyyid-i Şühəda idi. Rəcət olunanda o itirmədi. Mən səndən bu sual soruşdum. Səndən sual soruşdum ki, nə dəlillə deyirsən Seyyid-i Şühədada rəcətdə məqam olaraq ondan sifət olaraq qayıdacaq. Sən dedin bu sifət onun sağlığında var idi. Rəcət eləyəndə də var. Düzdür? Yalan demirəm ki. Var, bəli. Asıl. İndi mən də deyirəm ki, o 12 imamın hamısında Məhdi sifəti var idi. Yox, qulaq. Sənin dəlilin nədirsə İmam Hüseyn əleyhissalamın Seyyid-i Şühəda olmağına, mənim də dəlilim odur. Sən nədir? Bax, qayıtdıq başa yenə. Dəlilim budur ki, İmam Hüseyn gələndə Mehdilik məqamını iddia eləyəcək. Gəldi və vəsiyyəti iddia elədi. Bu vəsiyyəti iddia eləmək bizim dəlilimizdir. Mən də sənə deyirəm ki, heç İmam Hüseynin iddia eləməyinə ehtiyac yoxdur. Dəlilin nədir ehtiyac olmamalı? Çünki o imam idisə, Mehdi idisə, o sifətləri özündə daşıyırdısa, o rəcət eləməklə Məhdi kimi necə sənin avtomatik olaraq rəcət eləməyinlə onu Seyyid-i Şühəda saymağın kifayət eləyir. Sən özün dedin də qardaş. Sən demədin ki, Seyyid-i Şühəda. Yox, vəsiyyətlə Seyyid-i Şühəda olduğunu iddia eləyəcək. Yox. Nəyə əsasən deyirsən onda bəs Seyyid-i Şühəda kimi qayıdacaq? Vəsiyyətin ilk Mehdi olduğunu iddia Yox, bəlkə Seyyid-i Şühədalıq ondan alınacaq. Əzizim, bəlkə nədir? Gəlib iddiasını eləyib. Bəlkə nədir? Yox, onda sən iddia eləmədiyi halda nəyə əsasən dedin ki, İmam Hüseyn rəcət eləyəndə Seyyid-i Şühəda olacaq? Seyyid-i Şühəda sifətdən iddia eləyəcək deməmişəm. İddianı yenə deyirəm sənə. İddianı qoyduq qırağa. Dedin ki, Seyyid-i Şühəda olacaq. Mən də deyirəm ki, İmam ki, rəcət elədi, o həm də Məhdi idi də, imamət iddiası eləməyi onun üçün avtomatik Məhdilik sifətini sabit eləyir. Siddiqlik sifətini sabit eləyir. İcazə ver qardaş, imam kimi rəzət eləmir İmam Hüseyn. Burada mən istəyirəm mövzunu saxlayaq. Söhbət ücrəyə çox səs devrə gedir. Qardaş, mən yəni vaxtımı ayırım axşam bura. Sən gözlüyüm o. Sən belə onsuz da mən oldum olmadım, siz buradan danışırdınız da. Yox, qoşulmuram. Belə də fərqi yoxdur. Mən inşallah sabah tapa bilməsəm də gəlib deyəcəm ki, mən imamlar Mehdi kimi rəzət eləyəcəyini dəlilini tapmamışam, amma rəzət kimi dəlilini tapdım, sübut elədim, o mənim üçün kifayətdir. Bayaq deyirsən ki, qardaş, 12 imamın... Yaxşı da, mənim o iddiamı sübuta yetirə bilməməyim mənim səhvimdir, mənim ayıbımdır. Bu iddiamı da sübut eləməyim mənim plusumdur, mənim əzizim. Qəbullanmaq bir problem deyil. Qəbullanmaq da problem. Tamam, mən əgər tapmasam, gəlib xətamı qəbullanacam. Amma bu günləri sənə sübut elədim ki, imamlar Məhdi kimi də rəzət eləyəcək. İndi bunu sən qəbul eləyərsən, eləməzsən ayrı bir şeydir. Yox, qəbul eləyərsən, eləməzsən ayrı bir şeydir. İnşallah qulaq asanlar özləri... İspat kimi saymamısan, qardaş. Yox, mən ispat kimi saymışam da, sübut da eləmişəm də, burada da izləyənlər də ki, nəticə çıxaracaq. Bizim nöqtəmizə danışmaqdır, cəmaatın nöqtəsinə nəticə çıxartmaq. Sən əgər iddia edirsənsə ki, mən sabahlarım
12 imamın, 12 Mehdi kimi rəzzətinə aid dəlil gətirəcəm. Bu o deməkdir ki, mənim bundan əvvəl gətirdiklərim dəlil deyil. Xeyr, bu o demək deyil. Bunu ancaq siz iddia eləyə bilərsiniz. Qətiyyən belə. Yaxşı, mənə qulaq as. Yox, bir dəqiqə. Üzr istəyirəm. Nazim Əqili olsun, digərləri olsun. Rəvayət hədisini isbat eləmək üçün 8 dənə dəlil gətirir. O demək ki, birincisi dəlil deyil. Nazım Əqili kimdir? Uqeylini deyirsən? Uqeyli olsun, Əqili və ya Uqeyli. Nazım Uqeylini biz qəbul eləmirik. Eləmədin də yaxşı. Sən məsələn vəsiyyət hədisini mənə qulaq as. Nazım Uqeylidən bizdən danışa bilməzsən. Yaxşı da qoyduq qırağa. Nazım Uqeyli tərtib eləyib və siz nəqidənin əksəriyyəti. Yaxşı qoyduq. Məsələn X bir adam. İndi qəbul elədiyin kimdir? Məsələn o. Hər hansısa sən elə özün. Bu rəvayəti isbat eləmək üçün həm Rizaldan danışırsan, yəni onun batilliyini isbat edən, qulaq as da bir dəqiqə. Onun batilliyini isbat eləməyə çalışırsan. Batilliyi barəsində deyirəm də, demirəm sən Rizalı qəbul edirsən. Batilliyi barəsində bəhs eləmirsən. Mən Rizalla bağlı bəhs eləmirəm. Batil bilirsən də yəni. Bilirəm, amma bəhs eləmirəm. Qardaş, deyirsən batilliyi barədə danışırsan. Yaxşı, deyirəm mətni barəsində müxtəlif yerlərində ki, iradlar var, danışırsan, cavab verirsən. O deməkdir ki, bir dəlili təqdim eləməyin ikinci dəlili təqdim edəndən sonra qüvvədən düşür. Bu söhbət deyil. Bunu harda desən, yəni incimə, gülərlər sana. Azim, amma bax sənin dediyinə də gülərlər ki. Qoy gülsünlər, qoy mənim dediyimə gülsünlər. Amma sən də dediyini yaxşı düşünməlisən. Bu ifadəni işlədirsənsə ki, mən 12 Mehdinin 12 imamın 12 Mehdi kimi rəzzət eləyəcəyinə bağlı dəlil gətirəcəm. O deməkdir ki, sən bundan əvvəlki dəlili o cür saymamısan. Yox, elə demək deyil. İndi mən sənə sual verirəm. Bir dənə mənə qulaq as. Mən deyirəm ki, mənim İmam Əli əleyhissalamın İmam Əli əleyhissalamın imaməti üçün deyək məsələn deyirəm, atıram. 10 dənə dəlilim var. 10 dənəni məsələn deyirəm, demirəm şey. 10 dənə dəlilim var. Məsələn, Yevmut-Dar hədisi mənim üçün dəlildir. Peyğəmbərin o insanları cəm eləyib, sizlərdən kim mənim dəvətimi qəbul eləyər ki, mənim vəsim, vəzirim, xəlifəm, məndən sonra xəlifəm olsun. Bu mənim dəlilimdir. İkinci dəlilim Qədirxumdur. Mənim Qədirxumu qəbul eləməyim, Yevmut-Darı hədis kimi qəbul eləməməyim deməkdir. Bu başqa mövzudur. Başqa mövzu deyil, eyni mövzudur. Sabahları mən dəlil gətirsəm də, gətirməsəm də, yəni bil ki, mənim bu dəlilim keçərlidir. Dostum mənim, gecən xeyrə qalsın. İnşallah hamımız Allaha cavab verəcəyik. Hamımız öz ayağımızdan asılacağıq. Allah xətalarımızı, günahlarımızı bağışlasın, doğru yola hidayət eləsin. Muhammed və Ali Muhammedin yoluna. Mən bundan sonra uzatmaq istəmirəm, sabahları davam eləyərik. İnşallah, gözləyəcək. İnşallah.